Herkes salam dostlar, mənim YouTube kanalımın izləyiciləri və Amerikaya gəlmək istəyən Dünya Kuboku ilə maraqlanan şəxslər. Bugün Mərakeşlə Fransanın oyuna gəlmişik. Azərbaycan bayrağımızı və Qarabağ formamızı götürüb ölkəmizi ən azı da olsa təmsil etməyə gəlmişik. Gəlin indi bir yerdə izləyək. Düşünürəm ki, ideal bir oyun olacaq. Hidayət, nə düşünürsən? Möhtəşəm, belə atmosferi yoxdur. Kim udacaq? Məğrib, Marokko. Mərakko. Mən elə düşünmürəm, amma yenə də bizim Enesə görə dəstəyi Enesə görə dəstəyi Mərakeşə veririk. Düşünürəm ki, fransızlar bu il çempion da ola bilər hətta. Bu qardaş da Mərakeşin bayrağını və xalçasını gətirib. Saat 4-də başlamalı olan oyuna saat 12-dən yola çıxmışıq. Saat 4-də işləyib, hələ də yoldayıq. Şampiyon Marokko! Viva Maghreb! Viva Maghreb! Because we are coming from Azerbaijan, we are supporting Morocco guys. Thank you so much. Let's go guys. We are support everyone. Yeah, everyone. Everyone. USA. Everyone. Yeah. Because we feel we live in USA. So it's important. I love to USA and the final with Morocco, but it's the game. That's the game. That's the game. You never know what's happened. Today I wanna win. Thank you so much. Tymoteusz Puchacz from Sabah, Baku. Yes. Yeah, of course. Puchacz, best. He plays in Sabah. And the goalkeeper, Kochalski is best. Yeah. Yes, boss. Okay, nice to meet you. Sabah 2-0, Champions League. Ana. Uşaqlar, əl eləyin. O gün olsun milli komanda gelsin. Amin. Ancaq bu UFC-lər bilər bunu. Eyüp Yakupov, number one.
Amerikan stili fırlanırıq. İndi gəlmişik su fasiləsində özümüzə təzədən su almalıyıq. Misal stili. Futbolun ən mənasız fasiləsidir, su fasiləsi. Mənə çatmır ki, indiyə qədər bu cəmaət futbolu necə oynayırdı, indi amma su fasiləsi verilir. Səncə düzgün qərardır Rəmzi? Yes sir. Həqiqətən Amerika tarixinin ən isti ilini keçirir deyərdim. Ona görə su fasiləsi yəni bu halda bəli məqbuldur, müstəhəbdir. İdo. Oyun 2-0'dır. 84-cü dəqiqədir. İnanmıram ki, Maroko bundan sonra Bilirsən, geri dönüş Maroko edəcək. oynamadı. Okay. Oynamadı yəni. Oynaya bilmədi. Fransa imkan İcazə vermədi. verir. Məncə bunlar eyni məktəblərdir. Eyni futbol məktəbləridir. Əgər balaca qardaş böyük qardaşdan qorxduğu kimi bizə Okay. bələddir. Bəs yaxşı səncə balaca qardaş kim idi, böyük qardaş kim idi? Məncə Maroko alacaqdı. Kamerun. Balaca. Yəni Mərakeş turnirə vida eləyir. Sorry. 85-ci dəqiqədir artıq. Maroko çox Fransa- balaca oyun oldu. Çox balacalaşdı. Bəlkə biz çox böyütmüşdük. Amma Hollandiya oyundan sonra nəsə gözləyirdik. Mən demişdim Oyun də. oynamadı yəni. Bu arada Elbrus da 2-0 demişdi Elbrus. Səni təbrik edirəm. Hal-hazırda Fransa Mərakeşi döyür. Yəni Mbappé-ni də çıxarıblar. Üçüncü qola az qalmışdı. Rəmzi 2-0 nə düşünürsən? 86-cı dəqiqə. Çox üzüldüm. Çox üzüldü. Xəyallarım məhv oldu. Həqiqətən Allah mən hakimin bəlasını versin. Ona Kordelidi qaldırdı. hakimin yox, hakimi, Əşrəf hakimi Aşraf hakimin deyil. çox pis. Hakim indiyə qədər çox qəşəng oyun aparır. Yəni hakimə problem yoxdur. Fransız azərkeşləri də dayanmır. Deyərdim ki, Mərakeş oyunu oynaya bilmədi, hə? Yoxsa imkan vermədilər. Yox, bura imkanlıq deyil. Yəni açıq oyun deyil. Oyun fransızların haqqı idi. Təbrik edirik indidən. Davam edirik. Hələ ki, görək axıra qədər. Yenə alınmadı. Hər şeydən öncə fransızlardan qabaq fransız azərkeşləri təbrik edirəm. Partlatdılar. 90 dəqiqə susmadılar. Number one. 90 dəqiqə susmadılar. Gərək bu belə azərkeşlik eləyəsiniz. Sizə də göstərəm baxın. 90 dəqiqə. Susmadılar. Oyun bitti. Oyun bitti 2-0. Fransızlar qalib gəldi. Növbəti tura fransızlar getdi. Rəmzi də 100 dollar uduzdu qardaşına. 100 dollar da Hidayət uduzdu. Deməli, Mərakeş 2-0 uduzdu, qayıdırıq evə. Düzdür, Enesə görə pis olmuşuq, amma belə heç kimin vecinə deyil. Rəmzi, nə deyə bilərsiniz bu barədə Hidayət? Mən nə deyim ya? Yaxşı oynamadı Maroko. Yaxşı Adına oynamadı. layiq oynamadı. O biri oyunlarda daha güclüydü. Okey, Rəmzi nə deyə bilərsən? Fransız xalqı həqiqətən kef eləyir. Baleşiklər ideal idi. Fransız xalqı kef eləyir. Fransızların baleşikləri idealdır. 90 Evet. dəqiqə dayanmadı. What do you want to say, brother? 2-0. Dostlar, bizdən bu qədər. Kanala abunə olub, videoları bəyənməyi unutmayın. Özünüzdən müğayət olun. Unudun. Dayanmayın.